Allahdan istəsin, dua eləsin ki, Allah daha xeyirlisinə yönəlsin. Hətta insan dünyasını qazanacam deyə axirətini itirməsin. Bizdə bir misal var, deyir, niyyətin hara, mənzilin ora. Niyyətin hara, mənzilin ora. Yəni, bəzən olur ki, Allah Azza və Cəllə insana niyyətinə görə müvəffəq edir. Məsələn, iki insandır, məsələn, siz deyən vəziyyətdədir, iki insandır, ikisi də eyni yerdə işdir, eyni idarədə. İkisi də ibadət əhlidir. Amma Allah o ikisindən və heç biri də zahirdə belə baxanda bir səbəbdən yapışmayıb. Deyim ki, harasa bir ərizə yazıb falan, yox. Zahirən baxırsan ki, ikisi də eyni haldadır, hə? Amma görürsən bir müddətdən sonra Allah biri üçün, o ikisindən biri üçün yol açır, qapı açır. Daha xeyirlisinə, ondan da həm dünyəvi, həm də uxravi. Həm dini üçün, həm də dünyası daha xeyirlisinə yönəldir. Cüməni də qıla bilir və s. Bu birisi ondan gedib soruşur ki, sən neynədin? Məsələn, nə səbəbdən yapışdın, neynədin ki, məsələn, sənin üçün Allah bu qapını açdı və ya bu işlədiyin yerdə bu rahatlıq sənin üçün hasil oldu da. O nə deyir cavabında? Zahirən heç nə eləməyib. Bir dənə şey, niyyət. İnsan deyirdi ki, mənim bu halım neçə aylardır mənim içimi yiyir. Deməli, insan üzərində olduğu hala görə içdən narahat idi ya yox? Narahat idi. Ola bilsin, evində Allahdan istəyirdi, hə? Bu özü də səbəbdir, axı, dua, şəri səbəbdir. Ona görə niyyətin hara, mənzilin ora. O ki, içdən onu yandırırdı, o halı. Görsən, Allah Azza və Cəllə ona görə onu müvəffəq elədi, onun üçün qapı açdı. Amma bu biri insanı isə öz halı ilə barışdı. Barışdı öz halı ilə. Ona görə elə yerində də saydı. Ona görə dua özü, biz deyəndə ki, insan məsələn, səbəblərdən yapışmalıdır. Dua özü səbəbdir. Dua özü elə ən böyük səbəblərdəndir. Və elə ən birinci döyləsi qapıdır, biz o axırda döyürük. Və bəzən görürsən ki, subhanallah, insan uzun-uzadı dua edir, amma o deyil. Bəzən olur ki, insan az kəlmə ilə nəsə Allahdan istəyir, amma dili onu istəyəndə qəlbi də tam ona üst-üstə düşür. Dua budur.